Tamam değerli yoldaşlar, hər vaxtınız xeyir olsun. Deməli, baxaq suallarımıza, RFM yarımfinal suallarına. Kapalı otaqda uzun müddət tənəffüs etdikdə otaqda karbondioksit, azot və oksigen qazlarının miqdarının dəyişməsi hansı halda doğru verilmişdir? Deməli, bilirsiniz ki, tənəffüs zamanı biz oksigen qazını qəbul edirik, karbon qazı xaric edirik. Ona görə nəfəs verdiyimiz havada artıq karbon qazının miqdarı çoxdur. Ona görə karbondioksit artmalı. Azotla bizim bir işimiz yoxdur, o dəyişmir. Oksigen qazının miqdarı isə azalmalıdır. D bəndi doğrudur. Hansı maddələr cütünün tərkibində olan bütün elementlər eynidir? Çay sodasının bütün elementlər, tütünün tərkibində olan bütün elementlər eynidir. Şəkərdə yoldaşlar C12, H22, O11 karbon, hidrogen, oksigen var. Asetonda C3H6O. İkisinin də tərkibi karbon, hidrogen və oksigendir yoldaşlar. Tərkibində olan bütün elementlər eynidir. A bəndi şəkər və asetonda hamısı eyni olacaq deməli. Bütün atomlar eynidirlər. Fiziki hadisələri müəyyən edin. Dəniz suyundan distilə. Bax, bu axşam kompüterlə təkrar etdiyimiz məsələdir. Fiziki hadisə odur ki, yəni orada bir kimyəvi tərkib dəyişməsin. Dəniz suyundan distillə suyunun alınması. Yəni dəniz sudan duzu ayırırıq. Bu zaman distillə suyu alınır. Bu təbii ki, fiziki hadisədir. Təbii yanma prosesləri ümumiyyətlə kimyəvidir. Suyun parçalanması kimyəvidir. Oradan çevrilmə baş verir. Ərimə, donma bu şeylər fizikidir. 1-4 fizikidir. Dəmirin paslanması yox, olmaz. Aşağıdakı məlumatların istifadə edərək difosfor, pentoksid, kükürt, trioksid və diazot monoksid molekullarında olan atomların ümumi sayını yazın. Deməli, difosfor pentoksid P2O5 verib özü, dini verib özü, hər şey verib. P2O5, kükürt trioksid SO3, diazot monoksid N2O. Deyir, atomların ümumi sayını 7, 4 və 3. 14 eləyir cəmləyəndə yoldaşlar. Daha sonra bir-birində həll olmayan X, Y, Z mayələrinin ayrılması tələb olunur. Əgər bir-birində həll olmursa, bax bu sonuncu. Sınaqda mənim sizə verdiyim sualdır, birə-bir. Sonuncu sınaqda verdiyim sualdır ki, X, Y, Z mayələrinin ayrılması tələb olunur. X-in sıxlığı Y-in sıxlığından böyük, Z-in sıxlığından isə kiçik olarsa ayrıcı qıf vasitəsilə maddələr hansı arıcılıqla ayrılar? Yəni biz bunu ayrıcı qıfa tökəndə təbəqələşmə belə olacaq. Əgər X-in sıxlığı Y-in sıxlığından böyükdürsə, X Y-in altında yerləşəcək məcburən. Çünki X-in sıxlığı Y-in sıxlığından böyükdür. Z-in sıxlığından isə kiçik olarsa, Z də bunlardan böyüksə, Z onda ən aşağıda olacaq. Deməli, birinci növbədə Z töküləcək, sonra X töküləcək, sonra Y töküləcək. Ən aşağıdan biriniz gedəcəklər belə. ZX, Y, A bəndi. Metanın yanma reaksiyasının söz tənliyini yazın. Bunu axşam dərsdə demişəm. Baxın, axşamki dərsdə metan yanma reaksiyasını elə uşaqlar yəqin ki, dərsdə olanlar xatırlayırlar. Metan qazı plus oksigen qazı alınır, karbon qazı plus su. Əla, doğrudur. Eksotermik reaksiyaları müəyyən edin. Azotun hidrogenlə reaksiyası. Bu da elə. Axşam elə mədnənin sualı idi deyəsən. Eksotermik reaksiyaları müəyyən edin. Azotun hidrogenlə reaksiyası azot plus hidrogen eksotermik idi. Azotun oksigenlə reaksiyası nə demişik elə birə-bir eynidir. Azotun oksigenlə reaksiyası yox, bu endotermik idi. Fotosintez reaksiyası da, hətta belə dedik dərsdə. Deməli, günəş enerjisini udur bitkilər və enerjini udub fotosintez edirlər. Ona görə fotosintez reaksiyası endotermik reaksiyadır. Bax, bu axşam dərsdə dediyimiz məsələdir. Fotosintez endotermikdir. Günəş enerjisini udaraq fotosintez prosesi baş verir. Azot hidrogenlə reaksiyası eksotermikdir deməli. Yalnız bir cavabı doğru olacaq. Birə-bir yoldaşlar, bax, 2 gün ərzində kompüterə demişiksə, hamısı birə-bir sizin qabağınıza çıxan suallar. Qarışıqlara aid xüsusiyyətləri müəyyən edin. Kimyəvi birləşmələr və qarışıqlara aid xüsusiyyətləri müəyyən edin. Kimyəvi birləşmə əmələ gətirən maddələr öz xassələrini, maddənin yalnız müəyyən nisbətdə qarşılıqlı. Hə, bax, 2 kimyəvi birləşməyə aiddir. Maddələrin müəyyən nisbətdə deməli qarşılıqlı təsirindən alınır. 2 kimyəvi birləşməyə aiddir. 2. Fiziki üsullarla tərkib hissələrinə ayrılır. Fiziki üsullarla tərkib hissələrinə ayrılır. Bu qarışığa aiddir. Əmələ gələn maddələr öz xassələrini saxlayır. Bu da qarışığa aiddir. Deməli, qarışıqda, məsələn, deyək ki, havada oksigen var. Oksigen öz xassələrini saxlayır. Amma sudakı oksigen öz xassələrini saxlamır. Ona görə yoldaşlar, deməli, 1-dən 3 fiziki üsullarla tərkib hissələrini ayırmaq olar. Bu, deməli, fiziki üsullarla ayırmaq olar. Bu qarışığa aiddir. Öz xassələrini saxlayır. Bu da qarışığa aiddir.
Kimyəvi birləşmə isə 2. Bu yoldaşlar, baxın birə-bir mənim kitabda sizə verdiyim cədvəldir. Birə-bir, birə-bir. Sizə kitabda cədvəl vermişəm. Hazır ovucunuza cədvəli qoymuşam, yəni birə-bir formada. İndi siz ona baxacaqsınız, baxmısınız, baxmamışsınız, problem deməli burada sizin üzərinizə düşür ki, yəni ovucunuza cədvəli mən hazır formada qoymuşam burada. Baxın, hani bu qarışıqlar bölməsində. Burada deməli, gözünü istəyirsiniz 5-10 dəqiqə gözləyin, yazmışdım, 15 dəqiqə gözləyim. Hə. Burada deməli, baxın bu cədvəl. Cədvəldəki suallar yoldaşlar, cədvəldəki suallar. Deməli, burada davam eləyək. Davam eləyək. Növbəti 9-cu sualımızda. Kimyaçı X maddəsindən bir qədər sınaq şüşəsinə töküb, sınaq şüşəsinin aşağı hissəsini qızdırır. Ərimiş X maddəsi içərisinə soyuq olan stəkana ehtiyatla əlavə edilir və onun allotropik şəkildə dəyişməsi olan Y maddəsi alınır. Elə bu da sınaqda yoldaşlar elə eyni sualdır. Bax, kükürdü əridirik, tökürük. Əridib tökəndən sonra da orada nə baş verir? Deməli, kükürdün ərimiş formasını dartanda şey alınır. Nədir? Plastik kükürd alınır. Deyir ki, Y maddəsini əldə edir və sonra Y maddəsi suda ayırıb açıq və dümdüz saxlatılır, X maddəsini çevrilir. Bu yoldaşlar plastik kükürdür. Plastik kükürd deməli ərimiş maddə soyuq suda olanda plastik kükürdə çevrilir. Yəni X-in altından 1-i tapmalıyıq. Allotropik seçməsi Y maddəsini saxladıqda isə ehtiyat eləbilir və onun seçməsi olan Y maddəsini əldə edir. Şimdi içərisində soyuq su olan seçənə ehtiyat eləbilir və onun seçməsi Y maddəsini əlavə edir. Bir dəqiqə. Ərimiş X maddəsini, X maddəsini demək dördüncüdür yoldaşlar. X maddəsi budur. Kükürdür, kristallik kükürdür. Onu deməli saxlayanda sonra Y maddəsini sudan ayırıb açıq havada saxlayanda X maddəsinə qayıdır. Deməli yoldaşlar, Y maddəsi kristallik kükürdür. Birinci isə yoldaşlar, birinci isə plastik kükürdür deməli. Plastik kükürd bu olacaq Y, Y-in altından plastik kükürd, bax buna yazıram Y plastik kükürddür. X isə kristallik kükürddür, altından seçirsiniz. 1-in altından, Y-in altından 1, X-in altından 4. Bunların hamısı yoldaşlar, kitabda qeyd edildiğim birə-bir olan hissələrdir. Yəni biri belə olsun, biri belə olsun. Bizim kitabdakindən kənar bir dənə bir şey yoxdur yəni. Protona aid ifadələri müəyyən edilir. Müsbət yüklü zərrəcikdir, doğrudur. Nüvənin ətrafında enerji təbəqələri yerləşən zərrəcikdir. Nüvəni təşkil edən zərrəciklərdəndir, doğrudur. 1-3 doğrudur. 1-3 doğrudur. Daha sonra yoldaşlar 11-ci sualda deməli bu aşağıdakı qabda. Burada deməli şüşə parçacıqları varsa, şüşə parçacıqları olan qab deməli bu duzlu suyu ayırmaq üçündür. Etanolla suyu ayırmaq üçündür. Yəni fraksiyalı distillədir. Fraksiyalı distillədir bu. Amma yuxarıdakı isə adi, sadə distillədir. Deməli deyir ki, duzlu sudan duzun alınması. Baxın yoldaşlar. Bir dəqiqə. Bunu sizə qoy göstərim mən. Deməli. Hanı burada? Bir dəqiqə. RFM qrupuna. Baxın bu RFM qrupuna. Yəni axşam mən atdığım şəkildir. Deməli. Baxın RFM qrupuna atdığım şəkil səsdir ki, bu hansıdır? Hansı ilə nəyi ayıracaqsınız? Bax axşam atdığım şəkil uşaqlar 12-də bunu mütləq öyrənirsiniz, gedirsiniz, imtahana da yazıb gəlirsiniz. Görürsünüz, həmin o məsələdir yəni. Nəsə, deməli davam eləyək yoldaşlar, davam eləyək. Ayrı şəkil göndərdilər deyəsin. Bunu yürütərimdir yəqin ki. Biz davam eləyək buradan. Davam eləyək buradan. Deməli yoldaşlar, buradan davam eləyəndə burada duzlu sudan duzun alınması üçün deməli lazımdır birinci şəkil duzlu sudan duz, etil spirtindən suyun qarışığının etil spirtin alınması isə bu lazımdır. Fraksiyalı distillə, sadə distillə, əla nilüfər.
Dedim zaten düz yazıb hamısını. E, Deməli, birincinin altından olmalıdır. B. Duzlu sudan duzun ayrılması. İkinci şəklin altından olmalıdır. Etil spirtdən suyun ayrılması. C. Yəni cavab Bakı bəndi. B bəndi. Əla. Növbəti sualda, bax sıxlıq məsələsi. Sıxlıq məsələsinə aid demək olar ki, neçənci dəfədir toxunuruq dərsdə, kampda da o gün toxunmuşduq. Kütləsi və həcmi ölçülərək cədvəldə verilmişdir. Misin sıxlığı alüminiumun sıxlığından böyükdür. Yoldaşlar, həcmi verilib 3 kub santimetr, kütləsi verilib. Rho bərabərdir, M böl V-dir düsturumuz. M 26,9-u bölürük 3-ə, əla, 8,9 edir misin sıxlığı. 16, 18 onda 9'u da yani alüminyumun kütlesini de bölürük alüminyumun həcminə rho bərabər m böl v-yə görə. 2 onda 7 deyir alüminyumun sıxlığı. Deməli, misin sıxlığı alüminyumun sıxlığından böyükdür. Bu doğrudur. Bir doğrudur. Hər iki metaldan eyni həcmdə götürüldükdə alüminyumun kütləsi böyük olar. Yox, eyni həcmdirsə sıxlığı çox olanın kütləsi böyük olar. Hər iki metaldan eyni kütləyə götürüldükdə alüminyumun həcmi daha böyük olar. Hə, eyni kütlədə götürsək, axı alüminium deməli eyni kütləyə götürsək hər ikisindən eyni kütləyə götürsək, məsələn deyək ki, məsələn şərti olaraq deyirəm indi. Adicə burada 26,9 qramdır da, alüminiumun eyni kütləyə götürsək, alüminiumun həcmi daha böyük olar. Axı bu düz olur. Bunu niyə bəs belə götürüb? Eyni kütlədə götürsək, burada indi yəni M-lər eyni olsa, hər ikisindən məsələn 100 qram götürsək, alüminiumun həcmi daha böyük olar yazıb. Axı 3 doğru olur burada. Mis və alüminium metallarını əridib qarışdırdıqda alınan qarışığın sıxlığı misin sıxlığından çox olar. Yox, çox olmaz. Burada 1,3 cavab olacaq yoldaşlar. 1,3. Çünki hər iki metal eyni kütlədə götürülərsə, təsəvvür edək ki, məsələn 100 qram götürmüşük. Axı 100 qram mis balaca bir həcmi əhatə edəcək, 100 qram alüminium amma böyük bir həcmi əhatə edəcək. Düzdürmü? Çünki alüminiumun sıxlığı balacadır deyə, hətta mən bunu sizə pambıqla daş misalında başa salmışdım. Pambıqla daş misalında. Məsələn, burada heyf nəsə bir sualı yandırıb yoldaşımız. Suxurlar. Suxurlar yoldaşlar, deməli, YZ tədricən sıxılmasından əmələ gəlir. Bu sıxılmadan əmələ gəlirsə metamorfikdir. Bu deməli, lavanın yer səthinə çıxmasından maqmatik. Bu da külək və yağışların parçalanmasından çökmə suxurlar əmələ gəlir. Elə burada cavabımız yoldaşlar. Baxın, görün D bəndi yazır. X-in qabağından, X metamorfikin qabağından B yazıb. X-in qabağından nümayəndələrindən biri mərmərdir. X-in qabağından Bakı bəndi. Hə, mərmərdir, metamorfikdə mərmərdir, doğru olacaq. Başqa bir bəndi var, bir dənə də var burada. Z-in qabağından da A yazıblar. Əsasən məsəməli olurlar. Hə, çökmə sıfırlar, məsəməli olurlar. Hə, bu düzdür. D bəndi düzdür. Ən bərk içlərində şey olurdu da, metamorfik olurdu da. Arkadaşlar bakın bu. O gün sizə mən imtahanda verdiğim sualın bir analogudur. Bakın o gün imtahanda biz sizinlə bu sualı işləmişik. O gün imtahanda fikir verin bir dənə bura. Deməli, o gün belə bir sual işlətmişəm sizə ki, hani xlorun izotopu 35-37'dir. Bu izotoplar hal-hazırda 35-5 olur. Əgər bu faizlər tərsinə olsaydı, məsələn, 30 bunun faizi ona keçsəydi, onun faizi buna keçsəydi, tərsinə olsaydı necə olardı bəs? Görürsünüz, bax o gün işlədiyimiz sual. Birebir. Şimdi burada hal-hazırda bu formada hesaplayanda hesaplayıp tapıp yollaşımız 35-5. Bunları tərsinə eləyəndə də 90 tərsinə yox daha doğrusu. Birinə 90 digərinə 10 verəndə də tapıb yoldaşımız 35-2. Deməli 0.3 daha kiçik olardı. Bu doğru olacaq. Buraya yazı hesaplamadı sadəcə. 15-ci sualda deməli azot qazı və amoniak 9 hidrogen molekulu var. Deməli 5 azot molekulu 5N2 və 9 hidrogen molekulundan ən çox neçə amoniak molekulu əmələ gələr? 1N2 3H2-dən 2NH3 əmələ gəlir. 5 dənə N2, 9 dənə H2-dən ən çox neçəsi əmələ gələr? Deməli, baxaq görək yoldaşlar. 5 dənə N2-dən, 5 dənə N2-dən 16 dənə elə bil bunu 5 dəfə artıranda, bunu da 5 dəfə artırıb yoldaşımız 10 dənə NH3 molekulu əmələ gələr 5 dənə N2-dən. Burada da 9 dənə də nə yazıb yoldaşımız? Yoldaşımız yazanın üstə baxdı, nəsə ev yox. Deməli 5 dənə bundan, 9 dənə bundan. İndi yoldaşlar belə düşünək biz.
Yəni sizin işləyə biləcəyiniz tərzdə. Burada bizim ən çox neçə əmələ gələr deyəndə 1-in 3-ə nisbətində reaksiya daxil olurlar. 1-in 3-ədirsə əgər, onda hidrogen 9-dursa 1-ə 3 girirdi. Bunun 9-dan neçəsi girər azotun? 9-dan 3 dəfə artırsam 3-ü girər. Deməli azotdan 3-ü girər, ikisi artıq qalar. Azotdan ikisi artıq qalar. C bəli doğrudur. Bəli. İndi bu sualların detallı izahına baxarıq sonra. Bu hələ ki yoxlayaq deyə tez qozar baxırıq. Molekul və ion. Deməli, burada cavabımız olacaq yoldaşlar. X2O üstə elektron sayı A, XO4 üst mənfidə A çıxı 20, X atomunun proton sayı mənim. Burada cavab yoldaşlar hesablamanı yoldaşımız verib burada. Bu elə D bəli doğru olacaq. Nilüfer qədər adı səfər eləməz. 16-da D-dir. Gedişat çünki gedişat doğrudur. Gedişat doğrudur. Gedişata baxaraq vaxtımız azdır. Mən gedişatlara baxım cavabları sizə deyim. Mən özüm İsmi dərsdəyəm hal-hazırda. Deməli, hidrogen və oksigen molekulları arasında baş verən reaksiyada alınan artıq qalan maddələrin molekullar modelləri verilmişdir. Hansı ifadələr doğrudur? Deməli, hidrogen və oksigen. Deməli, arkadaşlar, bu təbii ki H2O molekuludursa, bu elə bizim kitabda var bu sual. Bizim kitabda bu sual var elə birə-bir özü. Hansı artıq qalar və s. Bu H2O molekullarıdır. Oksigendir, bu birisi hidrogendir. Hidrogen molekullarından bax, burada məsələn artıq var. Görürsünüz? Hidrogen molekullarından artıq varsa, nə yazdı bizə sualda? Reaksiyada oksigen tamamilə sərf olunmuşdur. Doğrudur, çünki oksigenin artığı yoxdur. 9 hidrogen molekulu sərf olunmuşdur. Bax, 1 su, 2 dənə su, 3 dənə su, 4 dənə su, 5 dənə, 6 dənə su. 6 dənə suyun ayrılmasına 6 H2 molekulu lazımdır. Çünki hərəsində 2 dənə hidrogen var da. 6 oksigen molekulu sərf olunmuşdur. Yox, 3 dənə oksigen, 6 dənə oksigen atomu varsa, 3 dənə O2 sərf olunmalıdır da. Cavab yalnız 1. Kağız xromatografiyası ilə ayrılır. Deməli, 3 dənə ləkə alınır, deyir X-də. X saf maddə də verib şərtdə səhv verib. X saf maddə ola bilməz, 3 dənə ləkəsi var. Z də saf maddə ola bilməz, 2 dənə ləkəsi var. Deməli, bu yoldaşımız əslində bunu burada çəkib. Çəkib burada yoldaşımız onu. Deməli, X saf maddə bir cavabını ələdik getdi. Daha sonra Z yalnız X-də olmayan maddələrdən ibarətdir. Baxaq görək, X-də 3 dənə ləkə var. Aşağı, orta, yuxarı. Bir ləkə X-in orta ləkəsi ilə eyni səviyyədə. Y-də bir ləkə var, eyni səviyyədə Y-də yazıb yoldaşımız. Z-də isə 2 ləkə var. Biri X-in yuxarı ləkəsi ilə eyni, digəri ən yuxarı qalxan ləkə. Bununla eyni, bu da ən yuxarı. T-də isə ən aşağı səviyyədə ləkə. X-in ən aşağısına eyni. Burada hər şey yoldaşımız detallı yazıb burada. Deməli, indi necə olacaq? Z yalnız X-də olmayan maddələrdən ibarətdir. Z yalnız X-də olmayan maddələr yox. Bir dənəsi eynidir. Bu səhvdir. Bu səhvdir. Y və T maddələri X-in tərkibində var. Y və T maddələri Y-də var, T-də var. Var. Düzdür, 3 düzdür. Deməli, biri 3-dür cavabımızın. Biri də zaten silmişdik. Cavab 3-5 doğrudur. Əla. 20-ci. Burada biri də var. SO4 və XO4 ionunun elektron sayı bərabərdir. S və X atomlarının proton və neutron sayını müqayisə edin. Burada yoldaşlar, deməli, ionun elektron və proton sayı bərabərdir. SO4-də yoldaşlar hesablayıb yoldaşımız burada elektron sayını 50 tapıb, doğru tapıb. Deməli, burada da 50-dir. Burada 50-dirsə onda, burada 50-dirsə onda. X-in də proton sayı 15 çıxır buradan, doğrudur. Kükürdün protonu X-in protonundan böyükdür. Amma kükürdün 16 neytronu var, burada fosforu, bundan 16 neytronu var, bu da düzdür. C düzdür. Azot qazının suda həll edilmə təcrübələri 1 və 2, temperatur T, təzyiq A. Temperatur T plus 20, təzyiq B. Hansı azot qazının suda həll olması eyni ola bilər? Azot qazının suda həll olması eyni ola bilər. Deməli, burada yoldaşlar, temperatur əgər artıbsa burada, temperatur çoxdursa, deməli, qazın həll olması azalıb. Qazın həll olması əgər azalıbsa, dirək təzyiqi artıraq ki, həll olsun. Təzyiqi artırmaq lazımdır. Yəni, B böyükdür, A olmalıdır. Doğrudur. 21-ci sual. Deməli, təbiətdə hidrogenin protium, deuterium olmaqla 2 izotopu mövcuddur. Protium izotopundan əmələ gəlmiş su yüngül su, deuterium əmələ gəlmiş su isə ağır sudan yüngül su və ağır suyun belə qarşılığını təcrübələrlə izləyəcək. Deməli, qarşılıqda 2000 dənə
Proton sayı 2000, neytron sayı 1720'dir. Qarışıqdakı ağır moleküllərin sayını tapın. Arkadaşlar, deməli bunu nə etmək lazımdır? H2O yüngül suda nə qədərdir bilmirik. H2O yüngül suyu deməli 10 dənə protonu, 8 dənə neytronu var. Deuterium D2O-nun 10 protonu, 10 neytronu var. Əla, düz yazıb yoldaşımız. Deməli 2000 proton, 1720 də neytron varsa, aha, burada deməli 1720-dən 120 bu birisini çıxıb protonun sayı neytronun sayına bərabərdir. Burada hər bir molekulda 2 dənə fərq yaranır. Deməli, hər bir molekulda. Deməli, düz tapıb burada deyəsən yoldaşımız. Düz tapıb 280 protium sayı tapıb. 2 bölü 2'ye 140 dənə H2O tapıb. Qarşılıqda ağır su molekullarının sayını tapın. 140 su molekulu, 140 dənə H2O bunlandırsa, deməli 60 dənə də D2O qalır. İndi düz olurmu hər şey? 660 dənə D2O olanda bunun için üzerine gittim diye elə qaldım bunun üstündə. 60 dənə D2O-nun düz tapıb buna baxaq görək. 140 dənə də 1400 proton, 60 dənə də 600 proton düzdür. Əla. Düz tapıb, əla. Qarşıda alışmalı.